Salam xanımlar, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bugün sizinle hazırlanması asan, özü isə çox dadlı olan kəsmikli peçenya reseptini bölüşürəm. Keçək hazırlanma qaydasına. 2 yumurtanı və 1 stəkan yarım şəkər tozunu bir qaba əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Daha sonra 1 stəkan kəsmik, 1 paket vanil və qabartma əlavə edib biraz qarışdırırıq və əridib soyutduğumuz yağımızı əlavə edib qarışdırmağa davam edirik. Ərzaqlarımızın hər biri bir kütlə halına gəldikdən sonra unumuzu yavaş-yavaş ələkdən keçirərək xəmir yoğurmağa başlayırıq. Mən ümumilikdə 4 stəkan yarım un istifadə etdim. Sizdə yumurtanın həcmindən asılı olaraq unun miqdarı dəyişə bilər. Bu formada ələ yapışmayan xəmir əldə etmək lazımdır. Xəmirimiz tam hazır olduqdan sonra formalar verib şəkər tozuna bulayıb listə düzürük. Öncədən qızdırdığımız sobada altı qızaranaədək bişirilir. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videomuzu bəyənməyi və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik!